Aranızda çox dəyərli İlqar Fəhmini görürəm. Azərbaycan Yazıçılar Birliyinin katibi, yaradıcılıq məsələləri üzrə katibi. Qələminə də çox böyük hörmət etdiyimiz, şəxsiyyətinə dəyər verdiyimiz və bu gün İlqar Fəhmi dilindən gəlin bir daha Tofiq Bayramı yada salaq və hörmətlə anaq. İlqar müəllim, xoş gördük. Mən bütün bu tədbiri təşkil edənlərə ümumiyyətlə təşəkkür edirəm, həm Tofiq Bayramın ailəsinə. Çünki əslində bilirsiniz, sənətkar var ki, onu zorla yaşatmaq lazımdır. Sənətkar var, öz sözü onu yaşadır. Füzuli boş-boşuna deməmişdi. Ver sözə ehya ki, tutduqda səni xab-i əcəl, eydə hər saat səni ol uyqudan bidar söz. Tofiq Bayram da elə şairlərdəndir, öz sözü həmişə onu bizim üçün diri saxlayır, öz sözü onu həmişə yaşadır və onun o xeyli sayda şeirləri, gözəl kəlamları, tutalım o, nə bilim, vağzalı çalınır, anam ağlayır, ay gecikən məhəbbətim, sonra və onlarla bu cür şeirləri bu sadəcə xalq tərəfindən sevilmirdi, xalqın poetik təfəkkürünün bir hissəsini təşkil edirdi. Yəni, poeziya deyərkən, bir orta statistik ziyalı insanın, poeziya sevər bir Azərbaycanlının yadına hansı şeirlər düşürdüsə, o silsilənin içində mütləq Tofiq Bayramın bir neçə şeiri olmalıydı. Və bu asanlıqla nail olmamışdı. Öz ürəyinin yağını əridə-əridə o şeirləri o cür səmimi, o cür gözəl yazmışdı.